Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Ssenari yayımlarının Yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 59-da sondan əvvələ qayıtma olan məsələ həlli üsullarından biri olan mövzu ilə qarşınızdayıq və tapşırıq 1-dən başlayırıq. Bu məsələ həlli üsullarının sonuncusudur, yəni bu kitabda olan məsələ həlli üsullarının. Burada tapşırıqları yerinə yetirərkən sondan əvvələ qayıtmaq yolundan istifadə etmiş olaraq. İlk tapşırıq 1-dən başlayırıq. Görək 1-də nə yazır. Yazır ki, Nəzrin fikrində bir ədəd tutdu. O bu ədədi 7-yə vurub 24 çıxdıqda 53 aldı. Nəzrin fikrində hansı ədəd tutdu? Burada 53 ən sonda 53 alınıb. Nə zaman? Yəni biz geri qayıdarkən toplamadırsa çıxma olacaq, çıxmadırsa toplama olar. Vurma ilə gedibsə tərsi olaraq bölmədə, yəni əməllərin tərsi olaraq getmiş olaraq. Burada da 24 çıxıb 53 alıblarsa, deməli biz çıxmanın tərsi olan toplama ilə 54-ün üzərinə nə edirik? 54-dür, 53-dür. 53-ün üzərinə 24 gəlmiş oluruq. Daha sonra bunu da deyir ki, alınan cəm neçədir? 23-dən 70 oldu. Bunu neyiniblər? 7-yə vurublarsa biz də 77-ni bölmüş olarıq 7-yə. Bu da bərabərdə eləyəcək 11. Doğru cavabımız C variantında var. İkinci tapşırığa baxırıq ki, Orxanın atasının yaşını 7-yə böldükdə Orxanın yaşından 2 vahid azalınır. Orxanın 7 yaşı varsa atasının neçə yaşı var? Deməli, biz ilk öncə bilirik ki, Orxanın 7 yaşı var. Bu, necə etmişik? 2 vahid azalınır. Yəni, bu deməkdir ki, Orxanın yaşından 2 vahid azalınırsa, bu, o deməkdir ki, 7 yaşı varsa, bizim aldığımız 2 vahid az neçə almışıq? 5 almışıq. O səbəbdən də çıxmış oluruq 2-ni, bərabərdir, 5 aldıq. Və bu zaman biz 5-i necə almışdıq? Əlbəttə, Orxanın atasının yaşını 7-yə bölmüşdük. Onda 5-i neynəyərək? Vurarıq 7-yə. Bu da bərabərdir, 35 etmiş olacaq ki, doğru cavabımız da C variantında verilmişdir. Növbəti tapşırığımıza baxırıq 3-ə. 3-də yazır ki, Nihadın dərsi hər gün saat 8:00-da başlayır. O, evdən məktəbə 20 dəqiqəyə çatır. Nihad səhər oyanıb, hazırlaşıb, evdən çıxmağa 1 saat vaxt sərf edir. Nihad dərsə vaxtında çatmaq üçün ən gec saat neçədə oyanmalıdır? Deməli, yenə də geri getməklə tapmış oluruq. 8-də ora çatması lazımdır. 8-dən 20 dəqiqə yolda olduqdan sonra 8-də gedib ora çatsa, onda da 8:00-dan çıxmış oluruq 00:20-ni. Bu da bərabərdir, eləyəcək 7:40 etmiş olur. Çünki 8 tamamdan 20 dəqiqə 7:40 eləyəcək. Daha sonra 7:40-dan da çıxmış oluruq 1 saatda hazırlaşma. Bu 7:40-da artıq evdən çıxıb yola düşür. 1 saatda evdə, yəni yuyunub hazırlaşıb yemək, bunlar hamısı. Bunu da 1 saatın buradan çıxmış olsaq, bərabərdə 6:40 etmiş olacaq ki, doğru cavabımız da A variantında var. Növbəti tapşırığa baxırıq. 4-də yazır ki, hansı ədədin üzərinə 37 gəlib, alınan cəmi 4-ə bölsək, qismət 16 alınar. Hansı ədədin üzərinə 37 gəlib, alınan cəmi 4-ə bölsək, qismətdə 16 alınır. Deməli, 16 alınıb. Necə 16 alıb? 4-ə böldükdən sonra vurmuş olaraq 4-ə. Bərabər deyəcək 64. Bu 64 necə alınıb? Üzərinə 37 gəliblər. Onda 64-dən də 37-ni çıxmış oluruq. Bu da bərabərdir 27 etmiş olacaq. Doğru cavabımız A variantında var. 5-ə baxırıq. Yazır ki, Turalın yığdığı çay daşlarının sayı Samirikindən 3 dəfə azdır. Samirin daşları isə Raulunkindən 12 ədəd çoxdur. Raulun 24 çay daşı varsa, Turalın neçə çay daşı var? İlk öncə bilirik ki, Raulun yığdığı çay daşlarının sayı 24-dür. Və Samirin daşları bundan 12 ədəd, Samirin daşları isə Raulunkindən 12 ədəd çoxdur. Ona görə də üstünə nə gəlirik? 12 gəlmiş oluruq. Tapırıq ki, Samirin 36 daş yığdığını bilirik.
Və bir də ki, Turalın yığdığı çay daşlarının sayı Samirçindən 3 dəfə azdır. Və Samirin yığdığı 36-nı bölmüş olsaq 3-ə, bu da bərabərdir 12-70 olacaq ki, doğru cavab Tural 12 daş yığıb B variantında var. Davam edirik, növbəti tapşırıq. Görək nə yazır. Yazır ki, birinci bidonun tutumunu 2-yə vurduqda ikinci bidonun tutumundan 13 litr çox alınır. İkinci bidonun tutumu 3 litr olarsa, birinci bidonun tutumu nə qədərdir? Biz ikinci bidonun tutumunu bilirik ki, 3 litrdir. Bu məlum məsələdir. Və biz bilirik ki, birinci bidonun tutumunu 2-yə vursaq, ikinci bidonun tutumundan 13 litr çox alınmış olacaq. Onda biz ikinci bidonun tutumunun üzərinə 13 gəlmiş olsaq, bu da bərabərdir eləyəcək 16. Deməli, biz birinci bidonun tutumunu 2-yə vurduqda 16 almış oluruq. Və bu 16-nı 2-yə bölsək, birinci bidonun tutumunu tapmış olarıq ki, bu da 8-70 olur. Doğru cavab D variantında verilmişdir. Keçirik növbəti 7-yə. Yazır ki, film saat 22:30-da bitdi. Filmin müddəti 1 saat 30 dəqiqə çəkdi. Filmin ortasında 20 dəqiqə fasilə verildi. Film saat neçədə başlamışdır? Deməli, iki üsulla gedə bilərik. Əslində, məsələn, 1 saat 30 dəqiqə film, üstəgəl 20 dəqiqədə fasilə və cəmindən çıxa bilərik. Və yaxud da ki, belə də deyirik ki, ilk öncə 22:30-dan nəyə çıxmış oluruq? 1 saat 30 dəqiqə. Bu bizim üçün daha rahatdır deyə belə çıxdıq. Qaldı 21:00. Və bu 21:00-dan da çıxmış olarıq 20 dəqiqəni. Çünki film 1 saat 30 dəqiqə çəkdi. Filmin müddəti 1 saat 30 dəqiqə çəkdi. Film saat neçədə başlamışdı? Buradan da 21:00-dan da 20 çıxmış oluruq. Bu da edəcək neçə? 20:40 etmiş olacaq. Deməli, doğru cavabımız D variantında verilmişdir. 8-ə baxırıq, görək. 8-ə nə yazır? Tərlanın kütləsi Nurlanın kütləsindən 15 kiloqram çoxdur. Nurlanın kütləsi Yaşarınkindən 5 kiloqram azdır. Yaşarın kütləsi 54 kiloqram olarsa, Tərlanın kütləsi nə qədərdir? Yaşarın kütləsini bilirik ki, 54 kiloqramdır. Bu 54 kiloqram deyir ki, Nurlanın kütləsi Yaşarınkindən 5 kiloqram azdır. Onda Nurlanın kütləsini tapmaq üçün bundan 5 çıxarıq, yecə 49 kiloqram. Sonra deyir ki, Tərlanın kütləsi Nurlanın kütləsindən 15 kiloqram çoxdur. Yəni 49-un üzərinə gəlmiş olsaq 15-i, bu da eləyəcək 64. Kimin kütləsidir bu? Tərlanın kütləsidir. Doğru cavab A variantı. 7-ci tapşırığa baxırıq. Yaz ki, yaşımın üzərinə 7 əlavə edib 3-ə vursaq 57 ədədini alaram. Mənim neçə yaşım var? Deməli, yaşımın üzərinə 7 əlavə edib 3-ə vursam 57 alaram. Onda 57-ni geri gedirəm, bölüm 3-ə. Görüm, 7 əlavə edəndə neçə almışam? 19. Bu 19-dan da neyniyəcəm? 7 əlavə edib 19 almışam. Çıxaram 7-ni. Oldu neçə? 12. Doğru cavab B variantında verilmişdir. Növbəti tapşırıqla davam edək. Yazır ki, Elcinin boyunun uzunluğunu 2-yə böldükdə qardaşının boyundan 95 cm az alınır. Elcinin qardaşı 1 metr 75 cm uzunluqdadırsa, Elcinin boyu nə qədərdir? Deməli, biz bilirik ki, Elcinin boyunu 2-yə bölsək, qardaşının boyundan 95 cm az alınacaq. Görək, 2-yə böldükdə alınan uzunluq nə qədərdir? Bu səbəbdən də 1 metr 75, yəni 175-dən çıxmış olaraq 95-i. Bu da bərabərdir etmiş olacaq, 80 cm etmiş olacaq. Bu 80 Elcinin boyunu 2-yə böldükdə alınan ədəddir. Ona görə də 80 cm-də 2-yə vurmuş olaraq, bu da eləyəcək 160 cm. Bunu da metr və santimetrinə yazsaq, 1 metr 60 cm etmiş olur ki, doğru cavabımız C variantında verilmiştir.
Növbəti 11-ci suala baxırıq. Yazır ki, fidanın hazırlığı saat 17:00-da bitir. Onun hazırlığı 1 saat 20 dəqiqə çəkir. Fidan evdən hazırlığa 15 dəqiqə gedir. Fidan hazırlığa çatmaq üçün evdən saat neçədə çıxmalıdır? Deməli, hazırlığı 17:00-da bitir. Bunu bildik. 17:00-dan çıxarıq onun hazırlığı 1 saat 20 dəqiqə çəkdiyinə görə görək nə vaxt başlayır. Bundan çıxarıq 1:20-ni. Bu da bərabərdir. 1 saat çıxsaq 16:00, 20 dəqiqədə çıxanda eləyəcək 15:40 etmiş olacaq. Bu 15:40-dan da 15 dəqiqəni çıxmış olarıq. 15:40-dan da çıxırıq 00 saat 15 dəqiqəni. Bu da bərabər də eləyəcək 15:25. Doğru cavabımız B variantında var. Növbəti suala baxaq, görək nə yazır. Bunu da düşürdük biraz aşağı. Yazır ki, 50 yaşını 4-ə vursa, bacısının yaşından 22 vahid çox alır. 50-nin bacısının 18 yaşı varsa, 50-nin neçə yaşı var? 50-nin bacısının 18 yaşı var. 50-nin yaşını 4-ə vursaq, bundan 22 vahid çox olacaq. Onu da 4-ə vurduqda neçə alınır? Görək, tapırıq bunu. Bu oldu 40. Və 40-ı nə edirik? Bölürük 4-ə ki, görək 50-nin yaşı neçədir ki, onu 4-ə vurmuşuq, 40 olub. Bu da 10 etmiş olur. Doğru cavab D variantı. 13-ə baxırıq. Yazır ki, Seymurun oxuduğu kitabların sayı Kənanın oxuduğu kitabların sayından 3 dəfə azdır. Ulduzun oxuduğu kitabların sayı isə Kənankılardan 12 vahid azdır. Ulduz 24 kitab oxuyubsa, Seymur neçə kitab oxuyub? Ulduz bilirik ki, 24 kitab oxuyub və Kənanın kitablarından bu 12 vahid azdır. Onda Kənanın kitabları 12 vahid çoxdur. Bu da eləyəcək 36. Və Seymurun oxuduğu kitabların sayı Kənanın oxuduğu kitabların sayından 3 dəfə azdırsa, Seymuru da tapmaq üçün 36-nı bölmüş olaraq 3-ə, bu da bərabərdir 12 etmiş olacaq ki, doğru cavab C variantında var. Növbəti tapşırığa baxaq, görək nə yazır. Yazır ki, Lalə testdən topladığı balın üzərinə 23 gəlib 5-ə bölsə 21 alınacaq. Lalə testdən neçə bal yığmışdır? Deməli, 5-ə bölsə 21 alınacaq. Onda 21-i vurmuş olaq 5-ə. Bu da bərabərdir 105 etmiş olur. Və üzərinə 23 gəldikdə 105 alırsa, onda 105-dən çıxmış olaraq 23-i. Bu da bərabərdir 82 etmiş olur ki, doğru cavab B variantında verilmişdir. 15-ci suala baxırıq. Yazır ki, Cavid evdən çıxdı və marketə getdi. Bu onun 10 dəqiqəsini apardı. Marketdə alış-veriş etdi və 20 dəqiqə vaxt getdi. Evə gələndə saat 12:25 idi. Cavid evdən çıxanda saat neçə idi? Biz bilirik ki, 10 dəqiqə gedib. Əla. Deməli 10 dəqiqədə qayıtmışdır. Marketdə alış-veriş etdi və 20 dəqiqə vaxtı getdi. Bunu da bildikdən sonra biz rahat şəkildə saat neçədə çıxdığını tapa bilərik. Bunun üçün də 12:25-dən 12:25-dən çıxarıq. Yəni bunların cəmini çıxaq da, istəyirsiniz bir dəfəlik buradakıların cəmini çıxaq. 10 dəqiqə getməyi, 10 dəqiqə gəlməyi, 20 dəqiqə, o da 20 dəqiqə, 40 dəqiqə. Bir başa çıxdım bunu. 40 dəqiqə çıxmış olsaq 11:45 etmiş olacaq. Doğru cavab da B variantında var. 16-ya baxırıq. Yazır ki, Kərimin həll etdiyi məsələlərin sayı ilkinkindən 3 dəfə azdır. İlkin həll etdiyi məsələlərin sayı isə ülvünkindən 11 vahid çoxdur. Ülvi 16 məsələ həll etmişdirsə, uşaqlar cəmi neçə məsələ həll edib? Biz bilirik ki, 3 nəfər Kərimdir. Kərim, daha sonra İlkin və Ülvi. İndi biz bilirik ki, Ülvi 16 məsələ həll edib. Bu məlum məsələdir. Ülvinin həll etdiyi məsələlərdən 11 vahid çoxdur. İlkin həll etdi. Onda 16-nın üstünə 11 gəlmiş olaraq eləyəcək 27. Və deyir ki, Kərimin həll etdiyi məsələlərin sayı ilkinkindən 3 dəfə azdır. Yəni 27-ni də bölmüş olaraq 3-ə, bu da bərabər eləyəcək 9. Və cəmi neçə məsələ həll edilər? 16, 27, 43, o da 9, 52 etmiş olur ki, doğru cavab da C variantında verilmişdir.
bizdən uşaqlar cəmi neçə məsələ həll etmişdir, onu soruşur. Bu qədər. Növbəti video izahatda görüşmək ümidi ilə hələlik sağ olun.